İranın bu savaştan qaçmaq imkanları var. Yəni Trump da açıq şəkildə bildirib ki, mənim tələblərim yerinə yetirilməsə, mən hücuma, yəni orada bir şərt var, mənim tələblərimi yerinə yetir. Onun tələbləri də elə bilirəm ki, İran tərəfindən yerinə yetiriləcək tələblərdir. Məsələn, nüvə silahlarının hazırlanmaması, nüvə proqramının davam etdirilməməsi, sonra uzun mənzilli raketlərin hazırlanmaması. İndi o başqa məsələdir ki, indi ondan sonra deyək ki, İran o uzun mənzilli silahlardan vaz keçərsə, Amerika hücum eləyərmi, sonra İsrail sonradan ona hücum eləyərmi? Bu suallar var, amma bütün hallarda bu müharibədən İran qaçmağa çalışmalıdır. Bu müharibə qeyri-bərabər döyüşdür, qeyri-bərabər müharibə deməkdir. O, heç bir qeyri-bərabər döyüşdə iştirak eləmək, orada şəhid olmaq, həlak olmaq heç bir halda qəhrəmanlıq sayıla bilməz. Düzdür, bəzən insan və yaxud dövlətlər buna məcbur olurlar, amma əgər mümkündürsə qaçmaq o müharibədən qaçmaq daha böyük qəhrəmanlıqdır. Koroğlu'nun məşhur bir sözü var, deyir, qəhrəmanlıq inlarının özünün o əsas götürdüyü dini liderlərin fəaliyyətinə baxsa görər ki, heç bir dini lider özü qaçıb, o sığınacaqda gizləndiyi halda öz xalqını qırğına vermir. Məsələn, İmam Hüseyin, siz bilirsiniz ki, İranın əsas əlində rəhbər tutduğu şəxs İmam Hüseyindir. İmam Hüseyin axırıncı döyüş zamanı, qaranlıq vaxtı, gecə vaxtı şamları söndürüb, bu döyüşdə bizim qələbə çalma şansımız yoxdur. Mən o şamı ona görə söndürürəm ki, bir-birimizin üzünə baxıb utanmayaq. Kim çıxıb getmək istəyirsə, kim canını qurtarmaq istəyirsə, çıxıb gedə bilər deyir. Amma bugün Xameneyi nə edir? Xameneyi özü qaçıb gizlənibdir, bir sığınacaqda gizlənibdir, bir bunkerdə gizlənibdir, amma İran xalqını verib qabağa. Yəni, sanki o terroristlər eləyir, insanları götürürlər, özlərinə canlı qalxan düzəldirlər. Bu günləri İran xalqı Xameneyinin canlı qalxanına çevrilir. Bu, nə İslama sığır, nə insanlığa sığır, heç bir şeyə sığmır bu. Yəni, bunu İmam Hüseyin yoluna da sığmır. İmam Hüseyin özü tək başına və yaxud öz ailəsi ilə, ən yaxın dostları ilə, qohumları ilə o müharibəyə girdi. Çünki o müharibə onun müharibəsi idi. Onun o ideyasının daşıyıcılarının müharibəsi deyildi. Bugün eyni şəkildə o İran da başa düşməlidir ki, Xameneyi də başa düşməlidir ki, o müharibə İran xalqının müharibəsi deyil. İran xalqı insan kimi yaşamaq istəyir. Elə bunun ən bariz nümunəsi nədir? Siz təsəvvür edin ki, bir mitingdə, bir ehtiras aksiyasında indiyə qədər nə qədər insan ölüb, hətta onu sahib tutara bilməyiblər. Bəzən deyirlər 3000 adam ölübdür, bəzən deyirlər 6000 adam ölübdür, bəzən deyirlər 12000 adam ölübdür, bəzən hətta o rəqəmləri 30.000-ə, 40.000-ə qədər qaldırırlar. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, sənin ideyan, sənin düşüncən insanlar tərəfindən mənimsənilmir, sənin düşüncən, sənin ideologiyan insanlar tərəfindən antipatiya ilə qarşılaşır. Bəs sən nəyin davasını edirsən? Sən niyə öz davavın uğrunda antipatiya ilə qarşılanan davavın uğrunda İran xalqını qırğına verirsən? Bu istər-istəməz bu suallar o Xameneyi özündən, öz vicdanından soruşmalıdır. Sən əgər müharibə aparsan, sən əgər ideya adamsan, zəhmət çək tək özün də çıx. O insanların içərisində ol, ölərsən öl, qalarsan qal. Amma sən qaçıb gizlənibsən, insanları qırğına verirsən. Mən hesab edirəm ki, bu məsələdə Xameneyinin mövqeyi tamamilə o İmam Hüseyin çizgisinə ziddir. İmam Hüseyin elə eləməmişdir. Dediyim kimi, İmam Hüseyin özü, öz yaxınları, öz qohumları, öz ailəsi ilə bərabər o döyüşə girmiş. Heç kəsdən də gəlin, mənə qoşulun, mənim uğrumda həlak olun, mənim uğrumda şəhid olun deməmişdir. Bugün biz o Xameneyidən tamamilə fərqli bir mövqe görürük. Mən bunu deyərkən heç də Amerikanı və yaxud İsraili müdafiə eləmirəm, müdafiə eləmək fikrində də deyiləm. İrana o cür hücumların olması həqiqətən də yaxşı bir hal deyil. Yəni, insanları, o dövlətləri o cür imtihana çəkmək olmaz. O cür, belə deyək ki, Xameneyinin
səhvini, günahını başqa insanlardan almaq olmaz. Amma başqa da nə edə bilər? Məsələn, Amerika necə? Mən indi yenə deyirəm, Amerikanı müdafiə eləmək üçün demirəm bunu. Necə buna nəyisə başa salmalıdır? Necə buna deməli ki, sən o nüvə silahlarla əl çəkməlisən? Sən insan kimi, insanlarla, dövlət kimi dövlətlərlə münasibət qurmalısan. Baxın, bunun ən bariz nümunəsi yenə bizimlə İran arasında münasibətdir. Biz öz torpaqlarımızı qorumaq istəyirdik, öz torpaqlarımızı işğaldan azad eləmək istəyirdik. İran nə deyirdi? Deyirdi, mənim bir quyruğum var, mən şirəm, mənim bir quyruğum var, mənim bu quyruğumda Zəngəzur dəhlizidir. Siz heç bir zaman Zəngəzur dəhlizindən keçə bilməzsiniz. Zəngəzur dəhlizi Ermənistanın. Keçmək istəyən biz. Bunun sənə nə dəxli vardı İran? Və yaxud deyir ki, mən o özdə demir, rəsmi sərhədləri dəyişməsinə imkan vermədən. Deyir ki, geopolitik sərhədləri, yəni rəsmilikdən uzaq bir sərhədlərin hətta dəyişilməsinə imkan vermərəm deyirdi. Və bunu kimə deyirdi? Bunu Şiə kimi olan, yəni gördüyü Azərbaycan xalqına deyirdi. Kimin xeyrinə deyirdi? Xristiyan ermənilərin xeyrinə deyirdi. O ermənilərin ki, məscidləri donuz, biri var qoyun tövləsinə çevirəsən, biri var donuz tövləsinə çevirəsən. Donuz tövləsinə çevirmişdi. Yəni, bu Xameneydən söhbət gedir. Yəni, ona görə Xameneyi və İran ümumiyyətlə siyasətini yenidən baxmalıdır. Artıq orada bir çox, hər bir kəsin əvvəli axırı var. Artıq İran rejiminin axırı gəlibdir. İran bunu düzgün başa düşməli və rahatlıqla öz hakimiyyətini təhvil verməlidir. Orada indi deyirlər ki, alternativ yoxdur, çox gözəl alternativlər var bu yaxınlarda. O Mir Mehdi, orada bir siyasi lider vardı, Mir Mehdi adlı 2011-ci ildə bir Yaşıl Hərəkat deyilən bir hərəkata rəhbərlik eləmişdi. Əslində Azərbaycanlıdır, özdə belə götürəndə Xameneyinin də anasının BBC nəvəsidir. Yəni qohumdular. Buyur ver ona, islahatçı insandır, İranı o vəziyyətdən çıxara bilər. Mən hesab edirəm ki, İranın yolu öz hakimiyyətini daha mülayim insanlara verib, Xameneyinin daha doğrusu. İranı da, özünü də, indi özünün canını qurtaracaq, amma hər halda dövlət başçısı birinci özünü yox, dövlətini fikirləşər. Və üstəlik o dini liderdirsə, dini lider birinci özünü yox, əgər o cənnətə gedəcəyinə əmindirsə, cənnətə gedəcəksən, kef edəcəksən də yanından, nə bilim, o süd bulaqları, bal bulaqları axacaq, nə bilim, qurilər, qılmanlar qabağında o rəqs eləyəcək. Sən nədən qorxursun? Zəhmət çək, təhvil ver. Başına da nə gələrsə gələr. Amma sən bütün İran xalqını özünün sərt siyasətinə qurban verə bilmərsən. Sən bütün İslam dünyasına qarşı o müharibə elan eləyən adamsan, bütün sünni dünyasını özünə düşmən eləyən adamsan, milyonlarla insanın qanını axıdıbsan, sən artıq bu qandan, boş-boşuna müharibələrdən, müsəlmanların məhfindən əl çəkməlisən. Sənlə o İsrail, pislədiyin İsrail arasında nə qədər, hətta İsrail səndən daha bir çox məqamlarda səndən daha ədalətli görsənir axı. O, Trump səndən daha ədalətli görsənir axı. Təsəvvür eləyin ki, 30 milyona yaxın, yəni 10 minlərlə deyək, 10 minlərlə adam öldürübdü hakimiyyətdə qalmaq üçün. Bu son dəfə, son 2 gün ərzində. 300 mindən də artıq yaralı var. Bu nə deməkdir? Bu o deməkdir ki, sənə qarşı yarım milyondan çox insan çıxıb. Sənə artıq nə deməlidir bu? Necə sənə öz ehtirazını bildirməlidir? Necə sənə o İran xalqı deməlidir ki, çıx ki, öz ölümlərini, öz o fədakarlıqlarını gözə alıb sənə o sözü deyirlər və sən bu sözü eşitməlisən axı. Mən hesab edirəm ki, İran dini liderinin həqiqətən o müharibədən qaçmaq imkanları var. O imkanları yüksək səviyyədə dəyərləndirməlidir. Bəzi mühüm addımlar atmalıdır. Bu addımlarda nədir? Biz demirik ki, sən tamamilə ged özünü dar ağacından asdır. Öz qohumuna, öz anavın BBC oğlu, BBC nəvəsidir, ya xalası nəvəsidir. Ötür ona, o hər halda belə bir söz var, deyir, ətivi yesə də sümüyü atmayacaq. Hər halda sənin o atdığın addımlarını İran xalqı da dəyərləndirəcək. Heç olmasa
o daha az qan tökməyə çalışdığına görə sənə qiymət verəcək. Mən də sizə deyirəm ki, İranın yolu budur. Heç bir kəs, heç bir dövlət boş-boşuna qələbə çala bilməyəcəyi döyüşə girməz. Yaponiya girdi, nə oldu? 2 dənə atom bombası atdılar. Səhərci gün 2 əlini qaldırdı göyə və təslim oldu. Sən də mi bunu istəyirsən? Yəni, sən İran xalqına özdə bu dəqiqədə Yaponiya xalqı onun əzabını çəkir. Sən də İran xalqına mı bunu yaşatmaq istəyirsən? Niyə? O İran xalqı sənə nə edir? İran xalqının sayəsində 100 milyarddan çox pulun vardı, müxtəlif dünyanın banklarında yerləşdiribsən. Heç olmasa o yaxşı Allaha hörmət eləmirsən, insana hörmət eləmirsən, heç olmasa 100 milyard dolları fikirləşsə ki, ömrünün axırına qədər onsuz da çox da qalmayıb ömrünün axırına. O ömrünün axırına qədər də 5 gün qalıb, 10 gün qalıb, o pulundan heç olmasa rahat bir həyat yaşa. Giribsən o, nə bilim, o bunkerdə yaşayırsan, özünü gizlədibsən, özünü qoruma altına alıbsan, amma İran xalqı hər an başının üstündə Amerika təyyarələrin gələcəyini, onların başına o bomba yağdıracağının qorxusuyla yaşayır. Nə gecəsi var, nə gündüzü var. Mən hesab edirəm ki, bu bir dini liderə yaraşmayan hadisədir və Xameneyi əgər həqiqətən də onda zərrə qədər iman varsa ki, açığı mən bu son zamanlar ona da şübhə edirəm, amma indi hər halda o Mövlananın məşhur bir söz var, deyir, ya göründüyün kimi ol, ya olduğun kimi görün. İndi sən olduğun kimi deyilsənsə, görünmürsənsə, heç olmasa göründüyün kimi olmağa çalış da, heç olmasa ömrünün bu son zamanlarında, heç olmasa o İranın vurulmasına az qalmış bir müddətdə sən onu xilas edə bilərsən İranı. Və sən bəlkə də həyatının son anında o yaxşı insan kimi xatırlanırsın. Mən hesab edirəm ki, Xameneyinin atacağı addımlar var və bunu atmalıdır.